Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi ateşə tutur. Ermənistan işğalçı dövlətdir və bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq, bizim işimiz haqq işidir və biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov Dağı silsiləsindəki Murov zirvəsi azad olunub. Bugün Azərbaycan ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirdi. Bugün Azərbaycanda anım günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əskər zabitlərimizlə fəxr edirik. Bu günə görə biz onlara borcluyuq. Bu həqiqətdir. Nə qədər dövlətin gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir, o sinəsini qabağa verir, o ölümə gedir və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Biz buradayıq. Siz buradasınız və nə qədər acı olsa da onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi zəfər çalır. Ey müqəddəs vətənim, ey gözümün nuru mənim, ey mənim ruhumun ustadı cəfakeş vətənim, ey bu dünyada məhəbbət sözünün timsalı, ey məhəbbət becərən alilərin amalı, ey Xəzər tək sözü eşqi ilə coşanlar vətəni, Kür kimi ey hissi daşanlar vətəni, ey şəhid qanları ilə suvarılmış yurdum, xain əllərdə qalıb bağrı yarılmış yurdum. Bu rəzalətlərə qalib gələcəksən bilirəm, qurtulub faciələrdən güləcəksən bilirəm. Bir nida yüksələcək göylərə yerdən o zaman, yaşa Azərbaycan, çox yaşa Azərbaycan. Dastana döndü, dastana döndü.